Bəs dini məsələlər daha önəmlidir, möhtərəm qardaşlar. Ona görə kimdən gəldi elm almaq, hansı kitab gəldi oxumaq, bugünkü gündə əsrdə yayılmış ən böyük xəstəlikdir və eyni zamanda da əqidənin və tövhidin zəifliyinin əlamətlərindəndir. Heç kimlə görüşməkdən çəkinməyin, heç kimlə bir araya gəlməkdən çəkinməyin. Hətta desələr xavaricidir, hətta desələr təkfirçidir, hətta desələr ixvandır, hətta desələr hizbidir. Ən pis adları desələr bir masaya gəlmək istəyirsə gedin oturun. Oturun qardaş. Hətta desələr xavaricidir, hətta desələr təkfirçidir. Hamısını oturun. Xavaricilərlə oturun. Təkfirçilərlə deyir oturun. Sənin, indi o cıtdanlar və s. onlardan sənin bu elm gör ki elmlidir. Gör nə danışır. Yəni bəs Peyğəmbər sallallahu aleyhi ve sellem xavaricilər barədə nə deyib? Onu demir.